Xeyir olsun uşaqlar. Bugün biz sizinlə 7-ci sinif fizika dərsliyindən çevrə üzrə bərabər sürətli hərəkət mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Əvvəlcə birinci tapşırığa baxaq. Birinci tapşırıqda bizdən soruşur. Yerin günəş ətrafında trayektoriyası üzrə hansı sürətlə hərəkət etdiyini hesablayın. Biz bilirik ki, yerlə günəş arasında məsafədə verib 150 milyon kilometr. İndi mən bunu hansı hərflə ifadə edəcəm? Əvvəlcə onu özüm üçün müəyyənləşdirməliyəm. Məsələni təsvir etsəm, bax bu olsun yer və onun ətrafında fırlanan günəş. Düzdür? Yer və günəş ətrafında dövr. Bunlar arasında məsafə, bax bu R radiusu verir. Yəni 150 milyon kilometr. Demək ki, 150 milyon kilometr yerlə günəş arasında məsafə mənə radiusu verir. Çünki yer günəş ətrafında dövr edəcək və bu dövr nəticəsində çevrə əmələ gəlmiş olacaq. O zaman yazarıq ki, radius bərabərdir 150 milyon kilometr və periodu verib bizə nə qədər? 365 sutka. T bərabərdir 365 sutka. Əvvəlcə biz sutkanı dəqiqəyə çevirək, daha sonra saniyəyə. 365-i vuraram 24-ə. Daha sonra 60-a və saniyə çevirmək üçün bir də 60-a vuraram. Çevirmiş olaram saniyəyə. Pimizin də qiymətini verib 3-ə. Və sürəti soruşur. Sürətin düsturu nə idi? V bərabər idi 2pi r bölünsün t-yə. İndi verilənləri yerinə qoysam, 2 vurulsun 3. Radiusu nə qədərdir bəs? 150 milyon. 150 milyon böləcəm. Yuxarıda çevirdim saniyəyə. 365 vurulsun 24. 60 vurulsun 60. Böldüyüm zaman alaram ki, cavab 28,5 kilometr bölsün saniyədir. Niyə kilometr? Çünki yuxarıda radiusu kilometrdən verib. Amma biz sutkanı isə saniyə çevirmişdik. Bu şəkildə sürəti hesablamış olaram. İndi isə sonra ikinci tapşırığa keçək. İkinci tapşırıqda deyir, Nicatin velosipedinin təkərinin radiusu 30 santimetrdir. Yer bərabərdir 30 santimetr. Çevirərəm metrə 0,3 metr. Təkərinin dövr etmə tezliyi isə 5-dir. Yəni, nu bərabərdir 5. Vahidi də yanında. Velosiped sabit sürətlə hərəkət edir. Pimizi verib 3-ə. Nicat evdən A variantını işləyirik əvvəlcə. Mağazaya qədər olan 900 metr yolu nə qədər vaxta gedər? Biz bilirik ki, bax tutaq ki, məsafə 900 metrdir, düzdür? Velosipedin bir təkərinin uzunluğunu götürürəm. Daha doğrusu bir təkərini götürürəm və radiusunu çəkirəm buradan. R bərabərdir 0,3 metr. Bax, bir təkər nə qədər yol gedir? Öz uzunluğu qədər yol gedir də, düzdür? Çünki bir müddətdən sonra o təkər gəlib bu məsafəyə çıxmış olacaq. Öz uzunluğu qədər yol gedəcək. Yolun düsturu nədir? L bərabərdir V vurulsun T-yə. Biz öyrəndik ki, biraz əvvəl sürətin düsturu V bərabərdir 2pi r bölünsün T-dir. Mən indi burada sürəti, bax bu sürəti gətirib burada yerinə qoyacağım. Qoyduğum zaman nə əmələ gələcək, hansı düstur olacaq? Yerinə qoyuram 2pi r bölünsün T, vurulsun zaman öz yerində qalır. T-yə. İndi düsturumuzu bu şəkildə aldıq. Burada indi mən zamanı tapıram. Niyə görə? Çünki mənə burada nə qədər vaxtda soruşur. A variantını edirəm. Zamanı soruşur məndən. Zamanı tapsam bax bu düsturdan T bərabərdir. Bax uzadıram. L vurulsun T, period T'si bölünsün 2pi r. Qoyuram yerinə bütün verilənləri. L vurulsun. L'imiz nə qədərdir? 900 metr. Bax, burada veribdir 900 metr. 900 vurulsun. Periyodumuz nə qədərdir? Periyodumuz yoxdur. Amma biz bilirik ki, periyod nədir? Periyod tezliyin tərs qiymətidir. Yəni, burada tezliyi 5 veribsə, periyod onda nəyə bərabərdir? 1 bölünsün 5-ə. Yadınıza gəlir, bir əvvəlki dərsdə öyrənmişdik ki,
T bərabərdir 1 bölünsün nüyə. Yəni onda 1 bölünsün 5. Bu da bərabərdir 0,2 saniyəyə. Gətirib yerinə qoyaram. El vurulsun T'mizin qiyməti nə qədər oldu? 0,2 bölünsün 2. Pi'mizin qiyməti 3. Radiusumuz da 0,3. Və ixtisarlarımızı aparaq. Əvvəlcə sadələşdirək. Bərabərdir. Şəkili silim ki, bizə mane olmasın artıq. Və hesablayaq. Bərabərdir. 90 vurulsun 2, bölünsün 2 vurulsun 3, vurulsun 0,3. 2'lər ixtisar gedəcək. 90'ı 3'ə böləcəm. Yuxarı qalacaq 30. 30'u da 0,3'ə böləndə cavab 100 saniyə. Bu şəkildə həll etmiş olaram uşaqlar. Belə, istəsəz bunu əlavə edirəm. Yəni, məsələnin həlli yolu bax budur. İstəsəz heç özünüzü çətinə salmadan uşaqlar, sürətin düsturunu belə də götürə bilərdiniz. V bərabərdir 2 pi r nu. Yəni, periodun yerinə bir dəfəlik tezlik yazardınız və bu şəkildə sürətin düsturunu gətirib yerinə qoyardınız, həll edərdiniz, cavabı tapmış olardınız. Belə, növbəti B variantını indi həll edək. B variantında bizə deyir ki, bu müddətdə velosipedin təkəri neçə dövr edər? Yəni, bu zamanda zamanımız nə qədər oldu? 100 saniyə. 100 saniyədə velosipedin təkəri neçə dövr edər? Yəni, n bərabərdir sual işarəsinə. Biz tezliyi nə qədər verib? 5. Yəni, nu bərabərdir 5. Vahid ilə 1 bölünsün saniyə. Tezliyin düsturu nədir? Nu bərabərdir dövrlərin sayı bölünsün zamana. Mən indi buradan dövrlərin sayını tapsam, nu vurulsun t'yə. Gətirib yerinə qoyuram. N bərabərdir. Nu'muzun qiyməti 5'dir, saniyədəki 100'dür. Demək ki, 500 dövr etmiş olacaq. Bu şəkildə məsələni həll etmiş olduq. Keçək növbəti məsələlərə. Növbəti öyrəndiklərinizi yoxlayın hissəsidir. Öyrəndiklərinizi yoxlayın hissəsində bizdən nəyi soruşur? Avtomobil çevrə üzrə bərabər sürətlə hərəkət edir. Həmin sürətlə radiusu 2 dəfə böyük olan çevrə üzrə hərəkət etsə, dövrətmə periodu necə dəyişir? Baxın, əvvəlcə bir məsələni analiz edək. A yer açaq. Deməli, uşaqlar, avtomobil çevrə üzrə bərabər sürətlə hərəkət edir. Həmin sürətlə radiusu 2 dəfə böyük olan, yəni R2 bərabərdir 2R1, 2 dəfə böyüklüyünü göstərdim. Dövrətmə periodu necə dəyişər? T2-nin T1-ə olan nisbəti necə olar? Sürətin düsturu nədir? Bax, əvvəlcə mən sizə şifahi yol öyrədəcəm. Sonra yazılı sübut əsasında göstərmiş olacağım. Şifahi yol bax bu şəkildədir. Sürətin düsturu nədir? V bərabərdir 2 pi r bölünsün t'yə. Düzdür? Biz bu düsturdan görürük ki, sürət periodla tərs mütənasibdir. İndi mən buradan r-i tapım, daha rahat olsun. Periodu tapım ya da t bərabərdir 2 pi r bölünsün v-yə. İndi diqqətlə baxın, bizdə verilənlər nə idi? Radius, bir də period. Period və radius bir-biri ilə necə asılıdır? Düz mütənasib asılıdır. Niyə? Çünki hər ikisi məxrəcin yuxarısındadır və düz mütənasib asılılıq verir. Əgər düz mütənasib asılılıqdırsa, bu deməkdir ki, radius artırsa, period da artacaq. Bax, bizə demir, radiusu 2 dəfə artır. Demək ki, düz mütənasib asılılıqdırsa, period da 2 dəfə artacaq. Bax, şifahi üsul budur. Amma sübut ilə göstərmiş olsa, yazarıq ki, düsturu aldıq necə? T bərabərdir 2 pi r bölsün v-yə. Düzdür? Bir dəfə T1 üçün yazaram onu. T1 bərabərdir 2 pi r1 bölünsün v-yə. Bir də T2 üçün yazaram. T2 bərabərdir 2 pi r2 bölünsün v-yə.
İndi mən bu sistem tənliyini həll etmək üçün tərəf-tərəfə bölərəm uşaqlar. Yəni T1-i T2-yə bölərəm, yazaram. T1 bölünsün T2 bərabərdir. Bir də bax bunları bir-birinə bölərəm. Yazaram onda 2 pi R1 bölünsün V vurulsun məxrəcin tərsinə. V 2 pi R2-yə. V-lər ixtisar gedir. 2 pi-lər də ixtisar gedir. Alınır nə? T1-in T2-yə nisbəti bərabərdir R1-in R2-yə nisbəti. Əssalam. İndi gətirib yerinə qoyacaq uşaqlar. Necə olacaq? Buradan yazın. R2 bərabər 2 R1 idi. Yazaram onda T1-in T2-yə nisbəti bərabərdir. R1 öz yerində qaldı. R2-nin də yerinə, bax bu var ha. Bax bu ifadəni R2-nin yerinə gətirib qoyaram. 2 R1. R1-lər ixtisar getdi. Alaram ki onda T2 bərabərdir 2 T1. Bax belə. T2 bərabərdir 2 T1-dirsə, demək ki 2 dəfə artdı. Yəni bu şəkildə sübut ilə göstərmiş oldum. Amma biraz əvvəl də mən onu deyirdim onsuz da ki, düz mütənasib asılı olduğuna görə radius 2 dəfə artırsa, periyod da 2 dəfə artır. Bax, bu şifahi yoldur. Test üsullarında daha tez tapmaq üçün. Amma bu isə yazılı əsaslı sürətdə göstərməkdir. Belə uşaqlar, indi keçək ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, çevrə üzrə hərəkət zamanı bir periyod ərzində gedilən yolu çevrənin radiusu ilə hesablayın ya da ifadə edin. Bu artıq biz bilirik də L bərabərdir 2 pi r. Yəni, bu şəkildə ifadə etmiş olaram uşaqlar. Daha sonra üçüncü tapşırığa keçək. Üçüncü tapşırıqda bizdən soruşur ki, cisim radiusu 10 metr olan çevrə üzrə 12 metr bölünsün saniyə sürətlə hərəkət edir. Onun dövrətmə tezliyini hesablayın. İndi verilənləri yazın. Radiusu 10 metrdir. R bərabərdir 10 metr. Çevrə üzrə sürəti nə qədərdir? V bərabərdir 12 metr bölünsün saniyə. Onun dövrətmə tezliyini tapın. Yəni, nu bərabərdir sual işarəsi. Sürətin düsturun tezliklə ifadəsini yazın. V bərabərdir 2 pi r nu-ya. İndi buradan nu-nu tapacağım. Nu bərabərdir V bölünsün 2 pi r-ə. Gətirib yerinə qoyacağım uşaqlar indi. V-imizin qiyməti 12-dir. 2 vurulsun. Pi-imizin qiyməti də 3-dür. R də ki 10-a bərabərdir. Böldüyüm zaman alaram ki qiymət böləndə 0,2 vahidi də 1 bölünsün saniyə. Yəni bu şəkildə həll etmiş olaram. Deməli, yazaram. Nu bərabərdir 0,2 vahid də 1 bölünsün saniyə. Dördüncü tapşırığa keçək. Dördüncü tapşırıqda deyir. Avtomobil çevrə üzrə sabit sürətlə hərəkət edir. O, həmin çevrə üzrə 2 dəfə böyük sürətlə hərəkət etsə, dövrətmə periodu necə dəyişir? Biraz əvvəl həll etdiyimiz məsələdəndir uşaqlar. Baxın, o həmin çevrə üzrə, yəni həmin çevrə deyirsə, şəkildə də göstərir. Radiusları eynidir. Yəni, radius dəyişmədi. 2 dəfə böyük sürətlə hərəkət edir. Yəni, V2 bərabərdir 2V1-ə. Sürətimiz 2 dəfə artdı. Və dövrətmə periodu necə dəyişər? Yəni, T2-nin T1-ə olan nisbəti necə dəyişər? Baxın, sürətin düsturunu yerə yazıram. V bərabərdir 2 pi r bölünsün T-yə. Biraz əvvəl dediyim kimi, bir şifahi üsulla həll edəcəm, bir də yazılı əsaslı üsulla. Biraz əvvəl dediyimiz kimi istinad etsək, radius sabitdir, baxmıram, 2 pi də onsuz da sabitdir. Burada sürət periyodla necə asılıdır uşaqlar? Fikir verin, məxrəcin aşağısında qalıb periyod. Demək ki, sürət və periyod bir-birindən tərs asılıdır. Tərs asılı nə deməkdir? Yəni, periyod artsa, sürət azalacaq. Yox, periyod azalsa, sürət artacaq. İndi diqqət edək burada uşaqlar. Deyir ki, sürəti 2 dəfə artıb. İndi sürəti 2 dəfə artıbsa, periyod nə edəcək? 2 dəfə azalacaq, düzdür? Mən bunu indi şifahi tapdım.
Yazılı sürətdə də tapaq görək həqiqətənmi o şəkildədir. Deməli uşaqlar, sürətin düsturunu bir dəfə V1 üçün yazım. V1 bərabərdir 2 pi r bölünsün T1-ə. Bir də V2 üçün yazaq. V2 bərabərdir 2 pi r bölünsün T2-yə. İndi bunları tərəf-tərəfə bölək uşaqlar. V1-i V2-yə böləcəm. Yazaram onu da buradan. V1-i V2-yə nisbət bərabərdir. 2 pi r bölünsün T1-i də bax 2 pi r bölünsün T1-i də digərinə böləndə əksinə vururam da. Düzdür? Çünki çevrilir axı bu. T2 2 pi r-ə. Bunlar riyaziyyatdır. Sadə riyaziyyat təlikləridir. V1-in də V2-yə nisbəti bərabərdir. T2-nin T1 olan nisbəti. İndi demişdik ki, uşaqlar fikir verin burada V2 bərabərdir 2V1-ə. Gətirib burada yerinə yazmalıyam. Biraz da ağ səhvə açmaq lazımdır. Çünki yer çatmadı. Qarışıq yazmaq istəmirəm. V1-imizin qiyməti nə qədərdir? Hələ V1. Amma V2-in qiyməti dedik ki, 2V1-ə bərabərdir. 2V1 bərabərdir. T2 qalır öz yerində, T1 də qalır öz yerində. V1-lər ixtisar getdi. 1-in 2-yə olan nisbəti bərabərdir. T2-nin T1 olan nisbəti. O zaman tapırıq ki, T1 bərabərdir 2D2-yə. T1 bərabərdir 2D2-yə. Fikir verin, period nə etdi? 2 dəfə azaldı. Çünki T1 bərabərdir 2D2-dir. Period 2 dəfə azaldı. Bax, bayaqları mən bunu əslində şifahi olaraq sübut etmişdim. Demişdim ki, əgər sürət, baxın burada sürət 2 dəfə artırsa, çünki V2 bərabər 2V1-dir, period azalacaq 2 dəfə. Bu şəkildə həll etmiş oluruq uşaqlar. Sonra keçək indi növbəti məsələmizə. Növbəti məsələ 5-ci məsələdə deyir ki, velosipedçi diametri 240 metr olan çevrə üzrə sabit sürətlə hərəkət edir. Onun sürəti 4 metr bölünsün saniyə olarsa, dövrətmə periyodunu tapın. Yazıram uşaqlar. Diametri, dəyişdirim rəngi. Diametri bərabərdir 240 metr. İndi diametri veribsə, radiusu avtomatik keçə bilərəm də. R bərabərdir D bölünsün 2 deyil. Demək ki, 240-ı da 2-yə bölsəm, radiusu taparam. 120 metr. Sürəti də 4-dür. V də bərabərdir 4 metr bölünsün saniyə. Periodunu hesablayın deyir. Pi bərabərdir 3-dür. Periodu hesabla deyir. Çevrə üzrə hərəkətdə sürətin düsturu V bərabərdir 2 pi r bölünsün T deyildir. İndi buradan T'ni tapsam 2 pi r bölünsün V'dir də uşaqlar. Hər bir şeyi yerinə qoyacaq. Bərabərdir. 2 pi'mizin qiyməti 3'dür. Radiusumuz da 120'dir. 120. Sürətimiz nə qədərdir bəs? 4'ə bərabərdir. 4. İxtisarlarımızı aparsaq 30. Yerinə qoysaq alarıq ki, cavab 180-ə saniyəyə bərabərdir. İndi bizdən də soruşur ki, dövrətmə periyodunu hesablayın. Periyod bərabərdir 180 saniyə. Yəni 3 dəqiqə. Belə uşaqlar tapşırıqları həll etmiş olduq. Amma yenə də hər zaman dediyimiz kimi uşaqlar, öz gələcəyinizin mimarı siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək məhz sizin əlinizdədir uşaqlar. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.